Nəsimi rayonunda səkilər qanunsuz artırmaların qurbanına çevrilib. Bölgə TV bildirir ki, Bakının Nəsimi rayonunda binaların altında qanunsuz artırmalar gündən-günə çoxalmaqdadır. Nəticədə də piyadalar üçün nəzərdə tutulan səkilər faktiki olaraq obyektlərin zəbti altındadır. Nəsimi rayon İcra Hakimiyyətinin gözü önündə baş verən qanunsuzluqların maraqlı tərəfi isə ondadır ki, yaşanan hadisələrin məsuliyyətindən yayınan vəzifəli şəxslər kabinetlərində sui-istifadə ilə məşğuldurlar. Bunun da nəticəsində rayon İcra Hakimiyyətində kabinetdən oturan ağalarına arxayın olan bəzi sahibkarlar kafe, mağaza və yaşa obyektlərə səkiləri öz şəxsi malları kimi istifadə edir. Nəticədə vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur qalır. Bu vəziyyət xüsusilə yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər üçün ciddi təhlükə yaradır. Qanunvericiliyə görə səkilər ictimai istifadəyə məxsusdur və heç bir sahibkarın onları zəbt etmək hüququ yoxdur. Buna baxmayaraq, aidiyyəti qurumların uzun müddətdir susqun qalması maraq doğurur. Sual yaranır. Nəsimi rayonunda bu qanunsuzluqlara kim nəzarət edir və məsuliyyət daşıyan qurumlar nə vaxt hərəkətə keçəcək? Rayon İcra Hakimiyyəti gizli anlaşmaya vararaq hadisəyə göz yummaqla kifayətlənən rayon İcra Hakimiyyətində isə hələ ki taxtac oyunu gedir. Qeyd edək ki, Nəsimi rayon icra başçısının müvəqqəti səlahiyyətlərini həyata keçirən rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilovdur. Rəna Rövşən qızı, Bölgə TV.